Peyğəmbər dərdən, qabıqdan çıxıb Allahı sübut eləmirdi o cəmiyyətdə, bilirsiniz. Quranla, dinlə qarşılaşdırırdı adamları sadəcə. Deyirdi, bu din, bu sən. İç dünyası ilə Quranı qarşılaşdırırdı, baş-başa qalırdı Quranla. Saf adamlar, səmimi adamlar, pak adamlar görən kimi cəzb olunurdu. O birilər dəlillər gətirirdi. O dəlillərin qara qəpi qiyməti yoxdur. Ona görə fikir verirsiniz, Allah etina eləmir Quranda. Ateistlərin dəlillərinə, bilirsiniz? Allah da bu yandan dəlil gətirir. Quranda neçə yerdə öz varlığına dəlil gətirir? Çox az yerdə, bir-iki dəfə. Çünki deyir ki, qardaş, bu qəlb məsələsidir. Dəlillə düzəlməyəcək bu. Bu qəlbi xarabdırsa, nə qədər dəlil gətirib düzəlməyəcək. Ona görə Allah vaxtını qoymur adamlara. Biri qəribə danışır onlarla ki, fi qulubihim mərazun, qəlbləri xəstədir. Ged özünüzə əlac eləyin. Sənə nə dəlil gətirim? Allahı da adam inkar eləyər. Yer, göy, bütün sənin varlığın, insan olaraq kimliyin, yer üzündə əxlaq varsa, mənəviyyat varsa, düz varsa, səhv varsa, mən varam. Sən nəyin əleyhinə gedirsən? Hansı dəlil sübut gətirim mən sənə? Sən get xəstəlikləri tap, ona əlac elə. Təmiz adamlar gəldi, ya filan kəs, oxu görüm nə deyir kitabın. Oxuyurdu. Və mən ya'məl miskalə zərrətin xeyrən yara, fəmən ya'məl miskalə zərrətin şərrən yara. Kim zərrə ağırlığında yaxşı iş gördüsə, onu görəcək. Kim zərrə ağırlığında pis iş gördüsə, onu görəcək. Dedi, kifayətdir, iman gətirir. Əbu Zər neçə dəqiqə iman gətirib? 3 dəqiqə, 5 dəqiqə. Salman neçə dəqiqə iman gətirib? O biri sahabələr. İllərlə fəlsəfə dərsi keçiblər, dərs qoyub, Peyğəmbər dəlil, sübut gətirir. Xeyr. Demirəm, Allahın varlığına dəlil gətirməyək. Dəlillər hamısı Allahın xeyrinədir. Bu şübhəsiz, amma dəlil mərkəzli deyil inanc. Qəlb mərkəzlidir, mənəviyyat mərkəzlidir. Vəssalam. Bu ən ana mövzulardan biridir günümüzdə düşünürəm. Bunu necəsə həll eləmək lazımdır. Əvvəl öz düşüncəmizdə, öz şuurumuzda, sonra da ümumiyyətlə digər insanlar üçün. Mehriban, doğruçu, səmimi adamlar hamısı iman gətirdilər. Pis, daş ürəkli adamlar iman gətirmədilər. Biri